Hər birimiz, hər kəsən öz içinə baxsın. Gəlin baxaq görə bizim içimizdə nə var? Günah bizi dartırmı? Bu sualı vermək heç artıqdır. Günah həmişə sizi dartacaq. Günah həmişə məni dartacaq. Amma Allah bugün bizə deyir ki, sən ona qalib gəlməlisən. Bu günah həmişə bizi sınağa çəkəcək. Nə qədər ki biz bu bədəndəyik, bu günah həmişə olacaq həyatda. Amma Rəbb bugün sənə deyir ki, sən ona qalib gəlməlisən. Fərqi yoxdur, sənin həyatında hansı büt var. Kasıbın özünə görə bütü var, varlığın özünə görə bütü var. Xəstənin özünə görə bütü var, sağlamın özünə görə bütü var. Hər imanlının özünə görə bütü var. Və Rəbb bugün sənə, mənə, bizə əmr edir ki, ona qalib gəlməlisən. Qalib gəlməsən, o sənə pis günə qoyacaq. Qabili pis günə qoyduğu kimi, Davudu pis günə qoyduğu kimi və Korinflərə 1-ci məktub 10-cu fəsil 11-ci ayədə yazılıb ki, bu hadisələr ibrət dərsi olub, onların başına gəldi və bu dövrün sonunda çatan bizim üçün də öyüd nəsihət kimi yazılıb. Bu onun üçün yazılıb ki, oxuyasan və onun dalıcan getməyəsən. Oxuyasan, başa düşəsən həyatında nə baş verir. Tövbə eləyəsən və dəyişəsən.